eləməliyik. Ona görə də mütləq mübarizəyə başlamaq lazımdır artıq. Ən aşağı səviyyədən, ən xırda səviyyədən, ən kiçik müəllimə rüşvət verməməkdən. Bu günlərin müəyyən insanlar deyir, niyə Ümid, niyə İqbal Ağazadə? İqbal bəy ilk gündən parlamentdə sözünü deyən insan olub. Ola bilər o sizin hamınızdan tək-tək gəlib bilgilənə bilmir. Bu ən azı fiziki imkan daxil edir, çünki o təkdir. Amma xalqın sözü deyil, məhz İqbal Ağazadənin çıxışlarından sonra Milli Məclisdə qaçqınlar üçün ev tikməyə başladılar. Arif Hacını zaminə götürməklə bağlı məsələ qaldırdı. 2 aprel mitingində təqsis olanlar, yəni bugün bütün müxalifətin səsi olub İqbal Ağazadə. Biz də onu eləməliyik. Bütün xalqın səsi olmalıyıq, bütün millətin səsi olmalıyıq. Bütün millətin səsi olmasaq evimizdəkini də qoruya bilmərik. Bugün məndən ötdü qardaşıma dəydi prinsipi ilə yaşamaq olmaz. Bugün elə mübarizə aparmalıyıq ki, hamımız birdən qurtarmalıyıq. Rayon təşkilatlarımızı inkişaf elətdirməliyik. Soruşa bilərsiniz, yenə də məsələn soruşa bilərlər, niyə İqbal Ağazadə? Ona görə ki, bizim qaranlıq keçmişimiz yoxdur. Ona görə ki, biz daim mübarizə aparmışıq. Ona görə ki, biz xalqın bu günlərin 20 il bu rejimin əsarətində yaşamağına biz imza atmamışıq. Qoyub heç yerə getməmişik, mübarizə aparmalıyıq axıra qədər. Mən çox ad uzatmaq istəmirəm. Mən xahiş edirəm ki, bugün hamımız burada bir-bir qeydiyyatdan da keçsiniz. Münasibətinizi bildirəsiniz, suallarınızı verəsiniz. Eyni zamanda hərəniz bir təşkilata çevriləsiniz, özünüz üçün, gələcəyiniz üçün. Təbii ki, Ümid bu günlərim hər hansı bir nailiyyəti qazansa, onun bütün rayon təşkilatları da o nailiyyətdən pay alacaq. Bugün ölkəyə gələn bütün xarici təşkilatlar, bütün böyük dövlətlərin nümayəndələri İqbal Ağazadədən ayrıca görüşür, Ümid Partiyasının qərargahına gəlir. Bu deməkdir ki, beynəlxalq aləm də artıq bizə imza atır, bizim sülh gətirəcəyimizə, cəmiyyətə demokratiya gətirəcəyimizə, insan haqlarına da hörmət edəcəyimizə inanır. Amma bizim təşkilatımızın arxasında insanların çox olması həm də bizim gücümüzün göstəricisi olacaq. Xahiş edirəm, əgər imkan daxilində özəkləri inkişaf elətdirin. Çox insan cəlb eləyin arxamıza. Yenə deyirəm, insanlarımızı özünüzü təhlükə altına atmaq yox. Xırda mübarizələrdən başlayın. İmkanınız nəyə çatırsa onu eləyin. Amma mübarizədən qaçmayın. Və hansısa bir təhlükə ilə üz-üzə gələndə də yenə Ümidin rəhbərliyi İqbal Ağazadə başda olmaqla sizin arxanızdadır. Sizə təşəkkür edirəm diqqətinizə görə. Biraz aqressivliyə görə üzr istəyirəm. Bu cəmiyyət hər birimizin həyatından çalır. Bir şey də vurğulayım. Dubayda Azərbaycan qədər, Azərbaycandan da bu dəqiqə az neft gəlirləri gəlir. Amma ölkə qanunlarına görə hər bir Dubay vətəndaşı büdcədən neft gəlirlərdən pay alır. Bugün gələn o 75 milyon dollardan hərənizə çox demirəm, 150 dollar verirsə, ailədə 5 nəfərdir. Heç işləməyə ehtiyac olarmı? Bizim haqqımızı yeyirlər. Bugün özlərinə boyun qalanlar, villalar tikdirənlər bizim pulumuzdan edir. Bunu bilməmiz şərtdir. Bunu bilərsək, mübarizəmizdə də qüvvətli olarıq. Haqqımızı istəyərik. Təşəkkür edirəm, sağ olun. Çok güzel çıxışlardan sonra çətindir müəyyən sözlər demək, amma hər halda biz öz fikrimizi də bildirməliyik. Səməd bəy, Arif bəy, Aynur xanımın birinci dəfə çıxışını denəyirəm. Həqiqətən lakanik, çox yığcam oldu. Amma həqiqi mənada bu günlərin Azərbaycanda vəziyyət çox kritikdir. İndiyə qədər olurdu, yalandan, kürü hesabına, neft pulları hesabına xarici dövlətlərin adamlarına müəyyən bir balans yarada bilirdilər ki, sənətdə də olsa, nədə də olsa, heç bir tərəf bu günləri o qədər əl-köyündür ki, Azərbaycan hakimiyyəti açıq-açığına ən demokratik devlətlər, ən çox deyək, yardım elədiyi devlətlər belə aciz qalıblar Azərbaycanın hakimiyyəti müdafiəsində. Bu günlərin elə bilirlər ki, biz də Azərbaycanda olan vətəndaşlar, biz istəyirik ki, arada çaxnaşma olsun, Suriyadakı kimi, Misirdəki kimi əsla Ümid Partiyası olaraq bizdə mən elə bir adam tanımıram ki, hər hansı bir hakimiyyət nümayəndəsinə, istəyir Şəkidə, istəyir kənddə, hər hansı bir toqquşma olsun. Biz mübarizə deyəndə çoxları elə başa düşməməlidir ki, əlimizə bir ağacı, baltanı, nəyi alıb ortaya düşməliyik. Bizə böyük qaranlıq bir kainatda balaca bir deşik var. Bu deşiyi özümüzü kəllə vurub dağıdıb yerimizdə məhv olmaqdasa biz istəyirik ki, o dar deşikdə müəyyən qədər, müəyyən kodlarla o deşiyi genəldir, o bir demokratik bir mühitə qədəm qoyar. Həmişə də mən öz dostlarımdan da 20-30 il bir yerdə Çin-Çinə mübarizə aparmışıq. Bir-birimizə qarşı o qədər belə hiss edirsən ki, egoistlik mi deyək, yoxsa yanaşma tərzi deyək,
Bu ünsiyyəti birincidir, müxalifət düşərgəsi gəndə təkcə Ümid Partiyası görür qardaşlarımız, 20 il mübarizə aparan qardaşlarımız var. Yəni bizim yolumuz odur ki, o azdır bu dəqiqə, o keçmiş qaydada belə etiraf edək ki, o mübarizədir, inqilab qurbanına tərəq edir. Amma inqilab həqiqətən bu qurbanların hesabına nəsə əldə edə bilməyəcəksə, yerdə qalanı məhv eləmək istəməyim. Mən belə fikirləşirəm. Yəni, Ümid Partiyasının şəxsi təşkilatı da bu formada fikirləşir. Buna görə də, yəni biz bir-birimizi başa düşməliyik ki, onların hər birisinə, nə olsun bugün mən gedib məhbəsdə aylarla qalıb o təşkilatı belə deyək, üzr istəyirəm, başsız qoymaq istəmirəm, ya Cavad bəy, onlara da hörmətlə yanaşıram. Onun düşüncəsi budur, o azadlığı bu formada, o mübarizə ilə istəyir. Biz də xırda-xırda təşkilatlanma ilə, bəyək dediyim o cüzün işini genətməklə ona nail olmaq istəyir. Adam, hava istəyir, çox yormaq istəmirəm, saatlarla danışmaq olar. Hər halda mən yenə hər bir üzvümüzə istənilən müxalifət partiyası ilə ünsiyyətdə olmağı, hər birisinin fikrində diqqətlə yanaşmağı, eyni zamanda bizim düşüncələrimizi, bizim tutduğumuz yolu bir-birimizə başa salmaq. Mən ən əsas yol bu günlərin onu görürəm. İkincisi də yenə deyirəm, bu günlərin Azərbaycanda olan proseslər çox kritikdir. Yəni biz, düzdür, səhlənkarımız oldu, bir neçələ müraciət də hazırladık ki, Milli Məclisdə səsləndirilsin, nə deyir, İqbal bəy Azadə, o döyülmələrlə, nələrlə bağlı ki, bu günlərin Azərbaycanın vəziyyəti çox ağırdır. Yəni, o şeylər də bir para, hətta sanksiyalar da gözlənilirdi. Mətbuatdan biz izləyirik. Bu şeylər Azərbaycana qarşı olması hamımızın ziyanlardır, iqtidarın müxalifətdir. Mən çox qısa eləyirəm, sağ olun, var onu dinlədiyinizə görə. Bir daha gələn hamısı xoş gəldiniz. Sağ olun. Çox sağ olun, düz, razıyam fikirlərinizdən. Amma bir şey deyim, mübarizəyə qalxmaq hələ əldə silah kimlənsə vuruşmaq demək deyil. Mübarizənin müxtəlif yolları var. Tutaq ki, yadınıza gəlir, heç uzağa getməyin. Çağdaş Azərbaycan siyasətinə bir ötənlərə nəzər salaq. Bu kişi də Milli Azadlıq Hərəkatında iştirak edib, Arif bəy də, mən də iştirakçı olmuşum, buradakıların böyük əksəriyyəti yəqin o prosesdə iştirak edib. Yadınıza gəlirmi? Azadlıq meydanında 1 milyon insan yığılırdı. 1989-cu ildə ilin xalqı elan edildi BMT tərəfindən. 1 milyon insan yığılırdı, heç bir şüşə sınmadan etirazın bildirirdi. O etiraz Əbdurrəhman Vəziroğlu prezident aparatı nədir? O vaxt Raykom partiyaydı, birinci katibi. Yəni o səs, o haykırtısı, milyonların haykırtısı onu narahat edir və geri çəkilirdi. Mübarizənin müxtəlif yolları var. Yəni biz istəməzdik ki, bu Azərbaycan dövlətinin burada quran kişilər var. Müstəqil Azərbaycan dövlətinin bizdə qurulmasında ciddi iştirak etmişik. Baxmayaraq ki, bugün Azərbaycan dövlətinin başında tamamilə o prosesdə olmayan adamlardır. Biz bu ölkəni hamıdan çox sevirik. Biz istəməz ki, burada qan tökülsün, qarma-qarışıqlı yaransın. Onu istəmirik biz. Amma insanların birgə səsinin ucaldılması çox şey dəyişə bilər. Yalnız Cavad bəy, yalnız Gülara xanım və burada olan fəalların səslənməsi ilə bu məsələ baş verir. Və bizim deməyimiz odur ki, mübarizəyə daha çox insan kütlələri cəlb edilsin. Buyurun qardaşım. Bir şey deyim, üzr istəyirəm bu inqilabla bağlı. Çox üzr istəyirəm. Hərdən soruşurlar ki, niyə siz inqilab istəmirsiniz? Bir fakta nəzər çatdırın. Bu dəqiqə Azərbaycanda ən təşkilatlanmış qrup dini qruplardır. İran hər gün bu ölkəyə milyonlarla məhsul göndərir və onun pulunu geri alır. Onu yönəldir həmin o dini qruplara. Bugün biz düşmən dövlətlər arasındayıq. Ətrafımızda olan biz Gürcüstana kömək eləməkçilik, Gürcüstan da yeni mövqeyi sərgiləyirdi. Ermənistan da, Rusiya da, İran da Azərbaycanın dağılmağını istəyir. Bugün ölkədə inqilab olarsa, yeganə ən təşkilatlanmış qrup olaraq dini qurumlar gələcəklər, həmin o qruplar hakimiyyətə. Ona görə də biz sadəcə demokratiyanın yumuşaq yolla keçidir. Yəni küçələrə çıxsaq da sındırmadan, qırmadan, dağıtmadan haqqımızı tələb edərək. Zaten beynəlxalq təşkilatlara artıq almışıq arxamıza. Bundan sonra nə lazımdır bizdən? Çıxıb o qüvvəni göstərək, güc göstərək ki, haqqımızı verin. Bəsdir yediyiz, bəsdir dağıtdığımız pulumuzu. İnsanlara yazıq, özlərinə Boeing təyyarələr alırlar. Milyonlar qazanırlar, amma insanların maaşını 10 manat artırırlar. Xalqın öz pulundan özünü çox üzr istəyirəm bu ifadəyə görə dilənçi pay verirlər. Bax, bununla mübarizə aparmaq lazımdır. Amma inqilab həmişə dağıdıcıdır. İnqilab bizə sərf eləməyən İranın, Rusiyanın, bugün Azərbaycan hakimiyyətinin ələ almasına gətirib çıxara bilər. Ona görə də mübarizəmizi daha demokratik formalarla həyata keçirik.